Salam əleykum və rəhmətullah. Bismillahirrahmanirrahim. İllər boyudur ki, bəzi məqalələri eşidirdik, oxuyurduq, bəzi təhlilləri, bəzi xarici klubların, bu təşkilatların söhbətini. O da bundan ibarətdir ki, bəli, təbiidir, bu haqda çox danışmışıq. Xəstəliklər çoxalmalıdır, insanlar ölməlidir, böyük bir təbəqə insanların aradan getməlidir. Çünki dəfələrlə buna işarə etmişik. Deməli, yeyinti məhsulları, sərvətlərin hasilatı, bunlar ədədi silsilə ilə, amma insanların artma həndəsi silsilə ilə gedir və belə getsə, aclıq olacaq və bu varlı insanlar bu aclığı dözməyə qadir deyillər, istəmirlər məsələn. Öz sərvətini bunlarla bölsünlər. Və çünki bu həmin təkamül mərhələsində özlərini daha yüksək hesab edirlər, həqiqi insan hesab edirlər, özlərindən aşağı olanları sərvət baxımından insan hesab etmirlər. Bu hüququ özlərinə veriblər ki, bunlar öldürülməlidir, ölməlidir. Amma təkcə bununla da kifayətlənməyəcəklər. Biz dəfələrlə məqalələr oxuyurduq, görürdük ki, deyirlər ki, bəli, insan cəmiyyətin böyük bir hissəsi qırılandan sonra kənd təsərrüfatı, nə bilim, bu şeylər aradan getməlidir. Niyə? Çünki bunlar da bizə böyük xərclərdir. Bundan da biz bir pul ələ gətirməliyik. Baxın, görün bu kapitalist təfəkkürü, mənfət məhvərlik və yaxud şəxsi həyatda, ictimai həyatda ləzzət məhvərlik, hedonizm insanı nə cür vəhşiləşdirir, hara gətirib çıxardır. Bundan sonra bəziləri ölkəmizin daxilində durub deyirlər ki, biz demokratiya istəyirik, biz liberalizm tərəfdarıyıq. Siz yatmısınız. Yatmısınız, bu cərəyanlar bəşəriyyətin başına faciə açıblar. Biz gərək istəsək də, istəməsək də İslam hökumətinə tərəf gedək. Bir ayrı dəstə tutturub ki, mən vilayət fəqihi qəbul etmirəm. Qəbul etmə. Lazım deyil sənin qəbul etməyin. Vilayət vəli fəqhin sənə ehtiyacı yoxdur. Sənin ona ehtiyacın var. Başa düşmürsən. Ağlın başına gələndə də gec olar. Bıçaq boğazında, əl ayağın bağlanmış vəziyyətdə. Baxın, belə bir vəziyyətdə. Dünyada bunun üçün ciddi plan düşüblər və qeyd edim, hədislərimizdə də buna işarə var ki, axır zamanda böyük insan qırğınları olacaq. Düşmənlər də bunu açıq-aşkar yazırlar və qeyd etdiyim kimi bir məsələ də bunlar artıq deyirlər ki, bəli, kənd təsərrüfatı bu kimi məsələlər yığışdırılmalıdır. Bunlar artıq ağızlar və artıq vaxtdır. Artıq enerji istəyir. Kənd təsərrüfatında əkin-biçin böyük enerji, vaxt istəyir, adam istəyir. Artıq ağızlar da meydana gəlir, artıq adam olanda və su istifadə olunur. Bunları məhdudlaşdırmaq üçün yavaş-yavaş bəşəriyyətin qida rasionunu həşəratlara keçirmək lazımdır. Mən bir 10 neçə il bundan qabaq Koreyada olan iclaslarında bu söhbəti oxuyanda təəccüb etdim. Araşdırdım, gördüm, baxda material çoxdur. İndi aşağıda bir də material atacağım ki, Azərbaycanda bu Azərbaycan dilində də bir məqalədir ki, atıram, siz də mütaliə edin. Artıq buna doğru aparırlar bizi. Yeganə çarəmiz var bizim. Nəyə görə İranı pisləyirlər? İranın İranlığına görə yox. Çünki orada bir kişi var, vəli fəqih. Bunların qabağında dayanır. Bunlar yanırlar, tökülürlər. Bu qoca İngilis kraliçasının casusu da oturub İngiltərədə ağlına və ağzına gələni deyir. Bunun cavabı veriləcək. Amma cavab yox, hücum olacaq ona. Onun o qoca kraliçasına hücumlar olacaq. O da gərək onlara cavab versin. Deməli belə bəşəriyyəti çəkirlər ki, buna sən həşəratlarla qidalanmalısan, üzr istəyirəm, tarakanlarla və s. Niyə? Çünki bunların saxlanması üçün elə vəsait lazım deyil. Artıq ağızlar lazım deyil. Artıq ağız, artıq su, artıq yemək və artıq havadır. Dünya bizim üçün dardır. Biz ləzzət istəyirik. Siz bizim ləzzətimizə və bizim gəlir əldə etməyimizə mane olursunuz. Mən də aşağıda bir məqalə atacağım, onu da mütaliə edin. Baxın, görün dünyanın hansı dəlilər idarə edir. Və bu gün qeybət dövründə şəriətin və vilayətin vəlinin vilayətindən qaçan mütləq şeytanın vilayətinə girir. Vilayət bəziləri məsələn belə əcib qəribə elə bilirlər ki, vilayət desə, yox, vilayət həmin budur ki, kimə tabe olmalısan? Sən bəşəriyyətin bir üzvü kimi, cəmiyyətin bir üzvü kimi mütləq şəkildə kiməsə itaat etməlisən. Hətta misalı vurmuşuq. Çıxıb getsən meşələrədir ki, mən nə fəqihi qəbul edəcəm, nə məsələn tağutu qəbul edəcəm. Orada da bir dənə meymun çıxacaq, deyəcək ki, bu mənim ərazimdir. Burada mənim qanunlarıma tabe olmalısan. Hər yerdə belədir. O yaşaya birinci bilməsin. Çıxsan da bir dənə meymun dəstəsi gələcək, başında bir dənə meymun deyəcək, bax burada qanun mənim qanunumdur, cəngəl qanunudur. Qutardı getdi. Hardasa bir qanuna tabe olmalısan. Seçməlisən. Ya şəriət ilahi nədir, onun mübariz nümunəsi olur vəli fəqih qeybət dövründə. Nəzəri məsələ deyil, bu əməli məsələdir.
Ya da ki, get bu tağutların, bu sənə tarakan yedizdirmək istəyən, qətlinə göstəriş verən, müxtəlif xəstəliklər yayən adamların vilayətinə və hakimiyyətinə, itaətinə gir. Özün seçsən, sonra deyir, mən vilayət bəyi qəbul etmirəm, mən üzr istəyirəm, cəhənnəmə qəbul etmə. Ağlın bu qədərdir, bu ağılsızlığın əlamətidir, ağıllılığın əlamətidir. Aşağıda atacağım məqaləyə də bir diqqət yetirin. Hər halda bu dəfə özünüz də araşdırın, bu haqda materiallar çoxdur və özləri açıq etiraf edirlər bu haqda.